İki makale yazmagan kişini de jurnalist deyip atau modası kirip gitti. Abidni, конечно. Özünü diktor deyip atağın için de mena hayranına eləkən idi. Jurnalist nişep ana şuşlay şolt etip bəyəni qoya. Nersege bu kadar mədik deyip. Mənə bunda kim kutlagan, kim işləgən? Biz bunda R. Mingdixanov degəndə Rüstəm Nurgaliyevicdən tanıyırız. Bildin? Mənə şuşun desəm. Esenmisiz hürmetli tamaşaçılar. Biz bugün Kızdıra Topşuğun devam ederiz. Kıyamıqlar Kızdıra. Xeyirli gün, hürmetli dostlar. Bugün sizge yetkirəsə bir mühim, gerekli sözlerimiz var. Bu yıl bizden jurnalistika fakültetinin 60 yıllığı bula iken. İşittim, şundan da bu bizim için büyük süyünüşlü hal. Bu bizde mənə işli itken, aşlı itken fakültet, süyükli okutucularımız bizge hüner vergen, bilim vergen. Barısında iske alabız, mərhumlarına ruhu şad bulsun, ikenlerine Xuday Teala oğuş versin. Bugünkü gündə indi ol telekommunikasiyalar məktəbi deyib atalağın ismi də özgergen. Lakin asılı özgerməz deyib oyluyum, qaləm əhillərin ütkin, qaləmli, fikirli, bilgiçlər əzirləvdə alarga oğuşlar yoldaş bulsun. Amin şulay yola kursun. Biləsіңmi, mənə bugünkü total jurnalistikasının problemaları, ondağı məsələlər turunda söyləşkəndə küzgə taşlanğanı, mənə sonғы vaxtlarda mənə 5-6 yıl işindən də bu. İki makale yazmagan kişini de jurnalist deyip atau modası kirip gitti. Mine sana nişi gerek bu kuruluş? Abidni, конечно. Nişiktir mine biz bitinde 5 yıl boyu bilim aldık öğrendik. Jurnalistika predmetleri, filologiyini. Jurnalistika fakültetin tamamlap diplom olgan ışrakta da eli sen işlemegen kiliş, sen jurnalist bulasın diye söylüyor. Jurnalist bir zor isim deyip etmekçi bulasınız. Elbette kilişem bunda xatirimdə men radioda işləb alğanıyım. Özünü diktor deyip atağın için de mena hayranına eləkən idi. Bunda da şolay jurnalist degan isimni yürütülüşündə büyük nıqtırışırğa həmşilərə kerak. Bizning tapşırıqlarımız da şol doğruda deyip aytasın. Mene şomadan tış maqtanu deyip aytik mende. Maqtau, başqalarını maqtau modası şolay yok. Ay mene yaşlarda. Mene bigirekte Şəhri Qazan gazetin bu işraqda tənqidləb gitəsin kile. Nik. Çünkü estrada jırçıların yazganda onlar mene ilahi mon üyesi, mene şunday nişik deyip aytayım, soqqına kullana turgan sözlerine de bik aktif faydalana başladılar. Bu jurnalistning fikirləv derecesini de kürsətə elbette. Lakin ol nişiktir özündən nəsədir mügüş çıgaram deyip mene şunday sözlerini, soqsız sözlerini kullanayır. Men şəhrini gene gayipləməsəydim, Kilişəm dürüst. Bunda köpümüzge xas ol radioda, televizyonda da mənə yaşlar işləgən yerdə, yaşlar. Onlarda mənə Abdullah Toqay yazğan bir nersege bu kadar mədix deyib, mədix maqtav degan söz. Şundan da mənə biz kimnidir söyley başlasaq, yıldız, mənə ol tinglər yox, mon üyəsi, mon patşavikəsi, mon alihəsi, onun bit mənə səhnə turunda söz barğanda, onun profesional sifatların, vokal mümkünlüklərin, onun jırlavın, onun baritik sənqət bilgiçlərginə fikirli həm bəyə birə ala deyib uylayım. Jurnalist nişəb ana şuşlay şolt etib bəyəni qoya. Bu haqda indi bizning Vahid Abıyimov da yazıb çıxqan zamanında benim talantım ənəyimdən köçkən ol bala qayan bilə özünün talantın deyib. Şundan da mənə dürüst fikir gelişirge kerak. Hem şuna göre barığımızı da çağıram, kollegalarına, yaş jurnalistlarına bir gerekte anday birlerini yazgan vakitte, analiz vergende, şama hisin unuturga yaramıyor. Kişini ışındırı gerek tügül, analiz bulurga teyir. Şuluk vakitte kişinin başına basıp duru da gerek mi? Gerek mi? Şuna göre bilgen kişiler belki yaşaşı balı uyarıyor. Mine o nihal erek iken, ressam bularak nihal, pantomimi kürsatuşu, yılmasa bir işi bularak nihal iken oldu, bazırak bilgiçler bilen fikirleşi oluyor. Mine bugün topşuruğa nindi lafiqatlar alıp geldim, nindi fotolar toptum. Hayır, benim söyleyişe temalarım bugün bir kızıklı. O da olsa, bütün yerlerde de iceberg gibi. Ana bar ekanin bilenler, lakin bütün şanı görmeyi. Bu sintaksik amonim deyip atalatırgan aybir. Amonimning nerse ekanin bilemiz. Oxşaş egizak sözler, bir-birisine oxşaganlar, lakin məğnələri türlü. Mənə biri de şolay, ol cümlelerde de sizilə. Sintaksik amonim deyip şunun için atalar. Her sözün üzürünü var, bir ağır tema, lakin bunu bilirge gerek. Efirde ol ötüp gite ala, televizyonda, radyoda, əminə yazmada, kitapta, jurnal gazetlarda ol qalırğa tiyiştüğünü tüzətirge gerek. Məsələn, Nəbiyullah kişə yasağan çülməklərini satıp qaytdı.
Ул аны кичә ясаганмы, кичә сатып кайтканмы? Менә икеле-микелелек туа бит. Менә шул булмаска тиеш. Былай дип әйтергә кирәктер. Кичә Нәбиулла үзе ясаган чүлмәкләрне сатып кайтты. Я булмаса, Нәбиулла кичә ясаган чүлмәкләрен бүген сатып кайтты. Төгәллек, конкретлык кирәк бит, бигрәк тә журналистика мисалында. Менә шундый бер тагын бер мәгълүмат агентлыгыбызда басылган җөмләне китерәсем килә. Болай дип язалар. Велоспорт федерациясе башлыгы Миңнехановны Ризаевның көмеш медале белән котлады. Менә монда кем котлаган, кем нишләгән? Без монда Р. Миңнеханов дигәнне генә Рөстәм Нургалиевны генә таныйбыз. Монда вакыйга болай булган. Ирек Ризаев дигән кеше призер булган, велосипедта йөгергән, чапкан. Рөстәм Нургалиев Миңнеханов федерация башлыгы түгел, ул Татарстан президенты. Дөресе, минем аңламамча болай булырга тиеш. Рөстәм Миңнехановны Велоспорт федерациясе башлыгы Ирек Ризаевның көмеш медаль алуы уңайыннан котлады. Ирек Ризаев җиңгәндә Рөстәм Нургалиевны котлаганнар. Белдең? Менә шушындый хәл. Менә шушылай һәр сүзнең үз урынына урнаштырырга кирәк. Урындамы сүзләр солдатлар дип Флора Пасафиловна юкка гына язмаган инде. Бу очракта бәлкем бу язма, бу хәбәр русчадан тәрҗемә ителгән булгандыр. Күрәсең, шулайдыр. Менә нәрсә яздым икән дип карап алучыннан да нитми, кумашауламый. Язып чыктың, редакцияләү дигән әйбер бар. Үз әйбереңне үзең карап чыгарга кирәк. Редакторның да вакыты җитмәскә мөмкин, онытып җибәрергә мөмкин. Шуңа күрә үзең карап бер күз йөртеп алу һәр вакыт урынлы, дөрес. Менә шул әйтәсе килгән фикерләрем шул иде. Синтаксик амонимнар турында өйрәнегез, укыгыз. Ул журналист осталыгының иң күркәм бер ноктасы дип әйтәсем килә. Бүгенгә шулар, киләсе очрашуларга кадәр.